Ucarda 2-ci Qarabağ müharibəsinin xüsusi təyinatlı qüvvələrinin kiçik giziri şəhid Kərim Məhəmmədəlioğlu Əliyevin anım günü keçirilib. Anım mərasimində rayon rəhbərliyi, şəhid ailələri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidin rayonun Alpaut kəndində dəfn olunan məzarını ziyarət edib önünə tər qərənfillər düzüblər. Çıxış edənlər qəhrəman, xüsusi təyinatlı qüvvələrin əfsanəvi taborun şəhidi Kərim Əliyevin keçdiyi döyüş yolundan söhbət açıb, onun etdiyi qəhrəmanlığı dilə gətirdilər. Bildirdilər ki, Kərim kimi igid, cəsur Azərbaycan oğullarının şücaəti ilə 30 ildən artıq tapdaq altında qalan torpaqlarımız işğaldan azad olundu və biz bütöv bir Azərbaycan olduq. Bütün bunlara görə biz onlara həmişə borcluyuq. Şəhidin atası Məhəmmədəli Əliyev tədbirin təşkilinə görə iştirakçılara öz minnətdarlığını bildirdi. Bundan başqa bildirildi ki, şəhidlərin yad edilməsi, eləcə də onların adlarının əbədiləşdirilməsi gənc nəsildə vətənpərvərlik hissinin oyanmasına səbəb olur. Qeyd edək ki, şəhid Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpaut kəndində anadan olub. 2004-2015-ci illərdə Alpaut kənd tam orta məktəbində təhsil alıb. Kərim Əliyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulini və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub. Bu oğullarımızın da qəhrəmanlığı sayəsində bugünkü gündə də Qarabağımız tam azaddır. Ali Başkomandanımızın verdiyi əmrləri ordumuz tərəfindən yüksək qiymətləndirilərək, cəmiyyət arasında yüksək qiymətləndirilərək, dəmiryol ətrafında toplaşaraq o torpaqlarımızı mənfi düşməndən azad etdik. İstərdik ki, gələcək illərimizdə də belə tədbirlərin, şəhidlərimizin bu qaydada yad olunması və onların ruhu qarşısında baş əyməyimizi heç vaxtı unutmayaq. Çünki onlar bizlərə bu qələbəni bəxş etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Kərim Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Kərim Əliyev ölümündən sonra vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, igidliyə görə medalları ilə, eləcə də Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Allah rəhmət eləsin. Elvin Qudratov, Aqil Əsədov, Bugün İnformasiya proqramı üçün.